Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Ləzər qəsəbəsindəyik, ATV villaları deyilən bir məhəllədəyik. Ləzərdə 3.4 nömrəli məktəbin 2 küçə fərq məsafəsində əziz dostlar. 2 sotun içində. Baxın belə bir 3 otaqlı evimizi inşallah sizə təqdim edəcək bu günlərim. Əziz dostlar, deməli evimiz 10 daş kürsüdə tikilib, 3 otaqdır, çöldən çölə 100 kvadrat metrdir, bələdiyyə sərəncamı var, ümumi yəni təkrar edirəm, 2 sotda inşallah əziz dostlar və evimiz tam təmirlidir, evdə də yaşayış var. Qiymətini də sonunda deyəcəm inşallah sizə, evin ölçülərini içərisini göstərdikdən sonra. Əvvəlcə bir dənə bura baxın. Baxın dostlar, evimizin bütün otaqların altına keçid var. Baxın, ayaqüstü tam burada dayanmaq mümkündür. Gəl qardaşım irəli, duraq. Tam ayaqüstü rahat dayanmaq mümkündür. Bir də bir şey qeyd edilməz dostlar, bu ərazilər, bu quru ərazilər, yəni burada nə işçidən söhbət belə gedə bilməz. Hal-hazırda gördüyünüz ayağımızın altı səsi betondur. O biri parvası quru torpaqdır, yəni buradan da belə görsəniz, quru ərazi olmalı. Alt tərəfi də izolasiya olunub, bir qaranlıq deyənlər yaxşı görsənmir. Gəl qardaşım. Bir də duraq, evin yanından, görsəz zəhmətamıza, evin yanından rahat şəkildə arxasına keçmək mümkündür. Arkada təxminən 1 metr məsafə var, o da bizimdir. Oradakı evin kamera sistemi var, bir dənə arxa tərəfi çəkir. Yəni mühafizə. Burada da fazlalı sağ istəsiniz dostlar. Qum mutfağıdır. Böyle yay mətbəx kimi yoxlar edəyəsən olar. Deməli dostlar, evimiz tam-tamına 3 otaqdır, yəni 2 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx və hamam sanitar qovşağından ibarətdir. Çöldən çölə 100 kvadrat metrli sahəsi, içərisində minimum 85 kvadrat, 90 kvadrat yaxındır əziz dostlar. Sonra görsəm qardaşım sağ tərəfi. Mətbəxin ölçüsünü də yadından çıxartma, 4-cü hissədir. Əziz dostlar, gördüyünüz kimi geniş və səliqəli mətbəxdir. Evimizdə yaşayış var və gördüyünüz kimi çox səliqəli bir evdir əziz dostlar. Burası sanitar qovşağıdır. Burada 4-cü hissə yataq otağıdır. Burada işıqlı bir yataq otağıdır əziz dostlar. Tam-tamına 4.70-in 3 metrəyə. Kifayət qədər ölçüsü var. Yataq otağıdır. Və nəhayət, əziz dostlar, 6'nın 4'ə qonaq otağımızdır. Bax, görürsünüz. Burada necə gözəl əşyalar yerləşdirilib və rahatçılıqdır və işıqlıdır. Əziz dostlar, və sonda evimiz, yəni təkrar edirəm, Ləzər qəsəbəsi ATV villaları deyilən ərazidədir. 3.4 nömrəli məktəbə, tam orta məktəbə yaxın məsafədədir. Əziz dostlar, və evimizin bələdiyyə sərəncamı var. Bələdiyyə sərəncamının təyinatı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış bir bələdiyyə sərəncamı dostlar. Və 2006-cı il tarixlidir. İnşallah ki, gələcək üçün çıxarış almaq mümkündür əziz dostlar. Qiyməti də münasib qiymətdir. Niyə görə münasib deyilir? Ona görə ki, bu evin qiyməti 96.000 manata çıxarılıb satışa və 96.000 manata inşallah ki, ev sahibi tərəfindən bəzi əşyalar, demək olar ki, əşyaların böyük əksəriyyəti qalır evdə götürülmür. Bir dənə pet götürüləcək. Əgər qiymət aşağı indirilərsə, orada bəzi əşyalar götürüləcək. Yəni, bugünkü gün münasib qiymətdir. Yəni də təkrar edirəm. Evin üstü dəmir şifirdir, evin çorlu polu var, tikiliş tam-tamına yüksək səviyyədə tikilib, divarlar hər tərəfi boşa daşdır, padval da gördünüz. Allah xeyir versin, alana da, satana da, vəziyyət keçən bizlərdən inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənib videolarını tələyə yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışlara müraciətiniz varsa bizimlə əlaqə saxlayın. Tələyə çəkək, paylaşaq və satılmasını da köməkli göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.